Vaxtınız xeyir olsun değerli izləyicilərim, gözəl müştərilərim, xoş gördüm hər kəsi. Gəlmişəm sizlərə Şuvalanda bir dənə 12 sot torpaq sahəsinin içində yerləşən 600 kvadrat metrlik bu evin təqdimatına. Sahibi deyir ki, bu evi qardaş, bax Rüfət, belə təmir eləmişəm, belə kolondan tikmişəm, bu betonu vurmuşam, bunu eləmişəm. Amma mən hər zaman deyirəm ki, siz mənim alıcılarım evlərinizi məndən belə alsaz, təmir və tikintini yoxlatdırmadan almayın. Bu, hər bir evə keçərlidir. Şəxsi tikili belə olsa, evlərinizi yoxlatmadan almayın. Ya Allah, başladıq videomuza. Değerli izləyicilərim, gördüyünüz kimi 12 sot torpaq sahəsinin içində yerləşən bu evimizin yaşıllığı var kifayət qədər. Bu tərəfini, giriş tərəfindən başlayayım sizlər üçün. Bəzən arada bir olur, mən də canlı çəkirəm, yəni bunu belə deyim də, yəni videoları saxlamıram. Bax, burada giriş tərəfini görürsünüz. Plus da məhəlləsi küçəsi çox genişdir. İstənilən qədər maşın saxlaya bilərsiniz rahatlıqla. Burada qəşəng, buna nə deyirlər? Skamyaka, nə? Elə ondan. Neyse, bilənlər yazar orada komentariyə. Mən onu deyə bilmirəm, o sözü. Burada bir dənə 80 kvadrat metr sahəsi olan, hər tərəfdən açıla bilən geniş besetkası, evlərinizi alanda nələrə fikir verməlisiniz? Deyim ki, hər xırda detallara fikir verin, çünki onun özü bir qiymət deməkdir, özü bir pul deməkdir. Təmirlərinə fikir verin, sotlarına, yerlərinə, hətta yerləşməsindən belə asılıdır evin qiyməti. Yer var ki, 10 sotda yerləşir. 800 min manatdır evin qiyməti. Yer var 10 sotda yerləşir, 1 milyon 200 min manatdır. O sotundan asılıdır, yəni evin, torpağın qiymətindən asılıdır. Belə izah edeyim sizlərə. Burada bir dənə qəşəng palması var. Evin ətrafını tam dövr eləmək mümkündür. Gəlin sizə evin ətrafını da gəzdirim. Qəşəng yaşıllığı var, gözəl bir hava var. Bayram abu-havası var bu dəqiqə Azərbaycanda. Hə, Aynur? Bu arada bayramınız da mübarək olsun. Ev harda yerləşir? Hacı Mövlan bağları dediyimiz ərazi var. Gülçülük deyirik buralara. Şuvalandadır. Daimi yaşaya biləcəyimiz bir yerdir. Bir şey deyim ki, havası möhtəşəmdir. Bax, bu padval tərəfini görürsünüz. Padvalı da var bu evin. 600 kvadrat metr olmasına baxmayaraq, əlavə burada padval da var. Gəlin evin arxa tərəfini sizlərə gəzdirim. Bəli. Padvaldan çıxış, burada kombi otağı dediyimiz yer, yəni qazanxanası, hal-hazırda kombiləri işləyir. Həyətdə bir dənə də əlavə sanitar qovşağı, kombilərini görürsünüz, 2 dənə evin kombisi var. Plus da əlavə orada bir dənə kombi var. O yalnız besetka üçün nəzərdə alınıb. Məncə gözəl bir evdir, almağa dəyər bir evdir. Buradan mətbəxə tərəf girişi var. Gəl buradan gedək, yavaş-yavaş evi gəzək. Evdə kamera sistemi çəkilib, bütün sənədləri qaydasındadır. Əlavə 10 sot, hə, tamam, onu da deyim sizlər üçün. Yanında, əgər deyirsinizsə bu 12 sot mənə kifayət eləmir, mən daha böyük bir həyət istəyirəmsə, yanında 10 sot torpaq da satılır. Onu da sizə təklif eləyə bilərəm. Evdə ağla işləmələr var, görürdüyünüz kimi. Kabançıq daşlardan istifadə eləyiblər. Gözəldir. Hal-hazırda gözəl gedirik. Məncə almağa dəyər bir evdir. Burada buranın, gəl bunu içərdən göstərərik. Bax, buradan çöldən, bayırdan göstər zəhmət olmasa hovuz tərəfini. Bayırdan hovuz tərəfini göstər, bir dənə də içərdən göstərərik. Gedək evin daxili ilə də tanış olaq. Ya Allah. Allah, daxil olduq evimizə. Evdə boyadan istifadə olunub, divar kağızlarından istifadə olunmayıb. Bunu da siz bilməyən izləyicilərim üçün deyirəm. Məsəl üçün, təmirdən başı çıxmayan xanımlarımız var. Elə kişilər var ki, onların da başı çıxmır. Bu təmir daha bahadır. Yəni, abo ilə olan təmirdən bahadır. Bunu da qeyd edeyim, biləsiz özünüzdə. Yəni, boya ilə olan təmir daha bahalı sayılır. Gəl, davam eləyək. Qapıların hündürlüyü 2.45'dir.
Tavanın hündürlüyü 3.60'dır. Məncə kifayət qədər hündür və işıqlı bir evdir. Mən bir şey görməmişdim. Mətbəx zaldan böyükdür. Bəlkə də bir gülməli çıxacaq, amma mətbəx zaldan böyükdür. 65 kvadratlıq bir mətbəxi var. Burada yəni toy nişan elə maşallah çox geniş bir mətbəxdir. Burada da sizə övladlarımızın ən sevdiyi yer olan hovuz. Hovuzun ətrafı tam açılır. Yay aylarında açıb rahatlıqla istifadə edə bilərsiniz. Cam balkondur. Orada sanitar qovşağı var. Duşu. Gəlin də buradan gedək, videomuzu saxlamayaq. Evi mən istəyirəm siz tam ətraflı görəsiniz. Burada o bayaq tərəfdə gəzirdik. Sizə bilmirəm göstərdi kameramız ya yox. Evin arxa tərəfinə çıxış olan hissəsidir. Bu arada lüstrlərini bəyəndim. Biz də evlərə belə lüstrlər seçirik ya tikənlə. O tikdiyimiz evlərdə belə maraqlı. Amma nə yalan deyim, bu lüstrü bəyənmədim. Yəni bu boyda xolda biraz balaca qaldı mənə görə. Gəl, mənim üzümə elə baxma, mən təbii danışıram. İndi lüstr da böyük bir şey deyil ki, onu dəyişmək mümkündür. Zövqlər müxtəlifdir. Burada da birinci yataq otağı. Bəli, parket vurulub, parketdən istifadə olunub. Padvalına düşmək istəyirəm sizlər üçün. Gəlin sizə padvalını da göstərim. Echo verəcək biraz səsim. Bir saniyə. Belə bir padvalı var. O bayırdan da göstərmişdim. Orada da çıxışı var. Burada TV xətti falan hər bir şey atılıb. İdman zalı eləyərsiniz. İndi baxın da şəxsi istifadə üçün yararlıdır. Getdik ikinci mərtəbədə görüşərik. Gəldik ikinci mərtəbəyə. Davam eləyək. Burada sanitar qovşaqlarını göstərək. Evdə ümumilikdə 5 yataq otağı var. Birinci mərtəbədə 1 yataq otağı. Burada da 4 yataq otağı. Burada birinci yataq otağı. İkinci mərtəbədə tavanın hündürlüyü 3.20'dir. Burada geniş bir yataq otağı, özünün sanitar qovşağı, valideyn otağı dediyimiz və mənim otağım boyda bir dənə dolab otağı. Gəl göstərim. Gəl. Maşallah. Bu boyda qardırob olar. Gedək davam eləyək, videonu saxlamayaq. Qoy izləyicilərimiz təbii görsünlər. Burada həm isti döşəmə var, həm radiatorlar var. Gedək. İsti döşəmə yoxdur. Parket olduğu üçün isti döşəmə yoxdur. Düz deyir. Üzrlü sahib isti döşəmə yox imiş. Parket olduğu üçün burada ancaq radiatorlardan istifadə olunub. Burada bir yataq otağı və bu da sonuncu yataq otağı. 1.500.000 manat bu evin qiymətini start deyirəm. Allah rızqınızı bol, canınızı sağ eləsin. Görüşmək ümidi ilə dəyərli izləyicilərim və gözəl alıcılarım, özünüzdə müğayət olun. Sağ olun, hələlik.